Kəmal xanım, onda belə çıxır ki, məsəl üçün bizim hərəmizə 2 dənə verilib insanlıq. Məsələn, dünya üçün ayrılan mələklər varmı? Məsəl üçün belə deyim, ağaclara baxan, çaylara, güllərə. Yoxdur. Bilirsiniz nə var? Bax insan məsəl üçün deyirlər bəzən gedirsən məscidə, orada elə bil duam daha tez qəbul olundu. Sanki hə. Hə. Daha rahatlaşırsan. Çünki mələklərində var sadə mələklər, var şəhəri qoruyan mələklər, var ölkəni qoruyan mələklər, daha güclülər də, yəni bu iyerarxiya ilə qalxır. Və məscidlərdə və yaxud da ümrə ziyarətində olsun, belə yerlərdə, müqəddəs yerlərdə, onlarda orada daha böyük gücə sahib olan mələklər var ki, orada etdiyin dualar daha tez qəbul olunur. Bunu izah eləmirlər heç yerdə. Bax məsəl üçün insandır, egregor deyirlər də ona. Neqativ varlıqlar da var, pozitiv varlıqlar da var. Deməli, əgər mən adi telefonu götürürəmsə, girirəm sosial şəbəkəyə, hansısa bir neqativ xəbər oxuyuramsa oradan, düzdürmü? Oradakı o varlıqlar neqativ varlıqlardan söhbət gedir. Burada sadəcə 3 hərflər söhbəti deyil. Burada dərin izahdır. Sadəcə mən çox asan dildə başa salıram ki, hər kəs başa düşsün. Siqnal getdi ki, filan kəs mən bu neqativ xəbərə artıq baxır. Artıq fikir versiniz, neqativ xəbərdən sonra insan elə bil haldan hala düşürsən. Belə elə bil deyirsən, ay Allah, yaşamaq istəmirəm. Ay, həvəsim ölür. Dünya dağılır, axırıncı gündür. Dünyanın axırıdır. Mən də yaşamaq istəmirəm. Niyə? Mənim həyat enerjimi o egregor başlayır çəkməyə. Daha sonra mən otururam və deyirəm ki, ayda işlədiyim yer bir köplü yerdir. Amma ora mənə maaş verir. Bura bir köplü yerdir. Dəyişsəydim yaxşı olardı. Drınq. Həmin o yeri qoruyan o qüvvə ki var, neqativ qüvvə də var, pozitiv qüvvə də var. Sən düşüncənlə o neqativ qüvvəyə siqnal göndərirsən ki, gəl mənim enerjimi al. Çünki mən hal-hazırda sənin frekansındayam. Amma mən desəm ki, ən pis yerdə işləsəm də, mən desəm ki, ayda bura əladır, mən qabağa gedəcəm, əla olacaq, mən daha da yüksək vəzifəyə sahib olacağam. Sən artıq onu qoruyan müsbət mələkə siqnal göndərirsən. Mələk də yüksək frekans olduğuna görə sənə daha da güc verir. Sən çağırırsan da onu. Sən çağırırsan. Sən nəsənsə, sənin düşüncən nədir, sənin həyatı da odur. Oturmuşuq ölkədə, yaşayırıq. Ölkə pisdir, ölkədə bu problem var, o problem var. Bu belədir, bu belədir. Fikir versən, o insan nə qabağa gedə bilir, nə uğur qazana bilir. Yəni xəbərləri açır anca neqativ. Instagramı açır anca neqativ, işə gedir anca neqativ, ailədə anca neqativ. Niyə? Sən ölkə egregoruna, ölkəni qoruyan o qüvvələrə sən siqnal göndərsən ki, mən sizi bəyənmirəm. Siz bir köplü güclər deyilsiniz. Bu da deyir ki, buna bax. Yəni deyilik, gəl biz səni daha da çökdürək. Bu sistem belə işləyir. Fikir verin, ölkəni pislədikcə, yaşadığınız yeri pislədikcə ora daha da pisləşir. Adi evinizi pisləyirsiniz ha. Buradan çıxıb getsəydim, bir dənə başqa yerə köçsəydim, evdə mütləq nəsə baş verməyə başlayır. Niyə? Çünki evi də müəyyən bir güclər qoruyur. Bizi, yəni belə düzdür, adam hər şeydə danışa bilmir, amma ümumiyyətlə kainat bu sistemində bizi qoruyan, bizi daim izləmədə saxlayan güclər var. Sən insan olaraq hara siqnal göndərirsənsə, orada siqnal gedir. Sən əgər oturub təsbih çevirə-çevirə mələklərə siqnal göndərirsənsə, mələkdən də sənə cavab gələcək. Mümkün deyil ki, sən oturasan, mələklərə siqnal göndərəsən, sənə aşağı varlıq cavab versin. Bu icazə yoxdur ona. Sən əgər aşağı varlığa siqnal göndərirsənsə, oturmusan bütün günü, narazısan, həyatından, qazancından, uşaqlarından, ailəndən, sən aşağı siqnala, aşağı titrəşimə siqnal göndərsən və o neynir? Deməli, onun qəribə bir quruluşu var. 2 dənə belə deməli elə bil sasut kimidir də, elə bil turba kimidir. Yapışır sənə energetik olaraq. Və 3-cü turba kimi elə bil ondan sallanan bir şey var da, qüvvə var. Ondan sənin enerjini alır. 3-cüsü ilə isə sənin enerjini alır. Yapışır, yapışdı. Bax, qoy belə izah edeyim. Deyirik, lənətdir, cadudur. Yəni bu mövzulara gəldik. Lənət cadı olan yerdə mələklər aktiv deyil. Bəli, siz onlardan nə qədər kömək istəsəniz də sizin auranız o aşağı titrəşimlə, o neqativlə örtülüdür deyənə, onlar oradan keçib sizə köməklik göstərə bilmirlər. Orada qıraqda sizin fikrinizi çəkirlər.
çox pis olurlar, istəyirlərsə kömək eləsin, nəsə eləsin, amma gücləri yetmir. Çünki sən insan olaraq aşağı titrəşimi, aşağı varlığın tabeliyindəmisən deyim, onun əsarəti altındamısan deyim. Onlar onu keçə bilmirlər. Çünki sən insan olaraq hər şeydən üstünsən. Elə bil seçim eləmisən də sən. Sən seçim eləmisən ki, mən neqativdə qalmaq istəyirəm.